Herkese salam, mən Yeganə Muxtarlı, sizin coğrafiya müəlliminiz. Bugün güvən test toplusu birinci hissədən kainat, yerin günəş ətrafında hərəkəti bölməsindən test nümunələri izah edəcəm. Əgər video sizin üçün faydalı olarsa, əməyə hörmət əlaməti olaraq videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Buna baxaq, 23 sentyabrda günorta vaxtı günəş şüalarının 60 dərəcə bucaq altında düşdüyü məntəqədən ekvatora qədər olan məsafə nə qədərdir? 23 sentyabrda günəş ekvatorda zenitdədir. Yəni zenit sıfırdır. Zenit sıfır olanda düstur birbaşa olaraq D bərabərdir 90 çıxılsın enlik olur. Çünki sıfırı hesablamaq heç bir şey dəyişdirmir. Düşmə bucağı isə verilib 60 dərəcə. Düsturda yerinə qoyub tapırıq ki, hansı məntəqədən söhbət gedir. 60 bərabərdir 90 çıxılsın coğrafi enlik. Enliyi də tapırıq buradan 30 dərəcə. Bu 30 dərəcə şimalda ola bilər. 30 dərəcə cənubda ola bilər. Yəni bunun o qədər də fərqi yoxdur. Çünki bizdən soruşur həmin məntəqədən ekvatora qədər olan məsafə. Yəni 30 şimalda olsa, cənubda olsa ekvatora qədər eyni məsafə olacaq. Nə qədər olacaq? Ekvator 0 olduğuna görə, baxın, ekvator. Deməli bu 30 dərəcədir. Şimal məsəl üçün 0. Bu da 30 dərəcə cənub. Hər iki ehtimalda ekvatora qədər yenə də 30 dərəcə məsafə var. Düzdür? O məsafəni də biz nə etməliyik? Kilometrə çevirməliyik. Arada 30 dərəcə fərq var. Biz də bilirik ki, 1 dərəcəmiz nə qədərdir? 111 kilometrdir. 1 dərəcə 111 isə 30 dərəcədə x yazıb tənasüblə həll edirik. X bərabərdir 3330 kilometr. 3330 kilometrdə C bəndi. Yəni doğru cavab C bəndi. 49-cu test tapşırığına baxaq. Yay gün dönümündə günorta vaxtı 45 cənub enliyindən günəş şüalarının düşmə bucağını tapın. Yayda günəş zenitdədir. Yayda günəş harda zenitdədir? 23.5 şimal enliyinə, yəni şimal tropikinin zenitdədir. 45 cənub enliyinə, yəni enlik 45 cənub enliyi. Düşmə bucağını hesablayın. Buradan da hesablayırıq. Deməli, D bərabərdir 90 çıxılsın. Deməli, enlik 45-dir, cənub enliyidir. Zenit şimaldır. Fərqli yarımküre olduğuna görə toplayırıq. Buradan da cavab olacaq 21,5. Yəni doğru cavab A bəndi. Sonra 50-ci test tapşırığına baxaq. 50-ci test tapşırığında necədir? Günəş 5 cənub enliyində zenitdə olduqda Bakı şəhərinə günorta vaxtı günəş şüaları hansı bucaqla düşər? Yəni yazırıq zeniti. Nə qədərdir? 5 cənub enliyi. Zenitdə olduq. Bakı şəhərin coğrafi enliyi də biz bilirik ki 40 şimal enliyidir. Günəş şüalarının düşmə bucağını soruşur. D bərabərdir 90 çıxılsın. Verilən coğrafi enlik 40. Zenit 5, biri şimal, biri cənubdadır. Nə edirik? Toplayırıq. Buradan da alırıq 45 dərəcə. Deməli, Bakı günəş şüaları həmin vaxt 45 dərəcə bucaqla düşər. 50-ci sual D bəndi. 51-ci test tapşırığına baxaq. Xəritə sxemdə verilmiş məntəqələrdən hansında gecə və gündüzün uzunluğu il ərzində daha az dəyişir? Biz bilirik ki, gecə və gündüzün uzunluğu bərabərdir. Hansı enlikdə? Ekvatorda, 0 dərəcəlik enlikdə. Bir-birinə bərabərdir. 12 saat gündüz, 12 saat gecədir. Gecə gündüzün uzunluğu il ərzində az dəyişir. Yəni bir-birinə ya eynidir, ya da yaxındır. Bu da ekvatora yaxın ərazilərdə olacaq. Ekvator xətti də Cənubi Amerikanın şimal hissəsi Afrikanın mərkəzindən, baxın, buradan keçir. Ekvatora ən yaxın nöqtə də 3-cü nöqtədir. Yəni 3-cü məntəqə. Doğru cavab C bəndi. 52-ci test tapşırığına baxaq. Sxemə əsasən A məntəqəsində hansı aylar aralığında günəş zenitdə olar? A məntəqəsi yerləşir ekvatorla şimal tropiki arasında. Ekvatorla şimal tropiki arasındakı 6 ay ərzində zenitdə olması mümkündür. Ki biz ekvatorda yaz fəslində bilirik ki, günəş zenitdədir. Sonra 23.5 tropikdə 22 iyunda zenitdə olur. Daha sonra yenidən ekvatora doğru yönəlir 23 sentyabra. Deməli 21 martla 23 sentyabr aralığında, yəni mart və sentyabr ayları ərzində. Doğru cavab Y bəndi. 53-cü test tapşırığına baxaq. Sxemdə 22 iyun tarixi üçün 5 məntəqədə gündüzün uzunluqları verilmişdi. Hansı məntəqələrin cənub yarımkürəsində yerləşdiyini müəyyən edin.
Biz bilirik ki 22 iyunda Günəş şimal tropiki üzərində zenitdədir və şimal yarımkürəsində ekvatordan qütblərə doğru gündüzün uzunluğu artmağa davam edir. Cənub yarımkürəsində yerləşən məntəqəni istəyirsə, deməli cənubda həmin tarixdə ən qısa gündüzlər müşahidə olunacaq. Yəni gündüzün uzunluğunun ən az olduğu sxemi götürməliyik. Məsələn, birinci məntəqədə 12 saat, ikincidə 20 saata yaxın 19 saat, üçüncüdə 15 saat, dördüncüdə 9 saat deyək, beşincidə isə deməli 6 saat təxmini olacaq. Deməli 4 ilə 5-ci məntəqələri götürürük. Doğru cavab B bəndi. 54-cü test tapşırığına baxaq. Verilmiş ərazilərin hansında 4 fəslin hər biri daha aydın şəkildə müşahidə olunmaqdadır? Biz bilirik ki, fəsillər aydın müşahidə olunur. Mülayim işıqlanma qurşağı daxilində 23.5-dən 66.5-ə qədər həm şimal, həm cənub yarımkürəsində və coğrafi enliklərə görə müəyyən olunur. Bu burada da uyğun gələcək Y bəndi 30-dan 50-yə qədər. Yəni həmin aralığa düşən qrafik 30-dan 50-yə qədər olan. 55-ci test tapşırığına baxaq. Yaz gecə gündüz bərabərliyi günündə günorta vaxtı günəş şüalarının 50 dərəcə bucaq altında düşdüyü şimal və cənub enlikləri arasında məsafə xəritə üzərində 20 sm-dir. Həmin xəritənin miqyasını hesablayın. Biz bilirik ki, yazda günəş harda zenitdədir? Ekvator üzərində 0 dərəcə. O zaman düstur necə olur? D bərabərdir 90 çıxılsın enlik. Artıq zenit 0 olduğuna görə düstur bu şəkildə olacaq. Günəş şüalarının 50 dərəcə bucaq altında düşdüyü. D-ni verib bizə 50. Yerinə qoyub hesablayırıq. 50 bərabərdir 90 çıxılsın enlik. Enliyi də tapırıq nə qədər? 90-dan 50-ni çıxanda 40. Həm 40 şimal, həm də 40 cənub. Çünki hər ikisini bizdən istəyir. Şimal və cənub enlikləri. 40 cənuba günəş 50 dərəcə bucaq altında düşəcək. Yaz gecə gündüz bərabərliyi günündə. Bu enliklər arasında məsafə 40 şimal və 40 cənub fərqli yarımküre olduğuna görə onlar arasında məsafəni tapanda toplamaq lazımdır. Bunların arasında cəmi 80 dərəcə məsafə var və biz bunu ikinci hissə miqyası kilometrə çevirməliyik. Bir dərəcəmiz 111 kilometrdir. 80-i vururuq 111-ə. 8880 kilometr. Və daha sonra nə deyir? Həmin bu məsafə 8880 kilometr xəritə üzərində 20 sm verilmişdir. İndi miqyas məsələsi kimi həll edə bilərik ki, əgər 20 sm 8880 kilometrdirsə, 1 sm-ə neçə kilometr uyğun gələr? Ki, buradan miqyası tapa bilərik. X bərabərdir, bölürük 20-yə 444 kilometr. Miqyasa da çevirəndə 1 bölünsün 44 milyon 400 min olacaq. 100 minə vururuq da, qaydadan bilirik ki, kilometri miqyasa çevirəndə 100 minə vururuq. 44 milyon 400 min, o da doğru cavab A bəndi. 56-cı test tapşırığına baxaq. Xəritə sxemə əsasən qütb gecə və gündüzlərinin müşahidə olunduğu məntəqələri müəyyən edin. Biz bilirik ki, qütb gecə gündüzləri qütb işıqlanma qurşağı daxilində, yəni 66.5-dən 90 dərəcəyə qədər həm şimalda, həm cənubda müşahidə olunur. Yəni qütbə ən yaxın olan əraziləri dairədən şimaldakı enlikləri götürməliyik. Bura uyğun gələcək 1, 2 və 3-cü məntəqələr, hansı ki dairədən yuxarıda yerləşirlər. 1, 2, 3 doğru cavab C bəndi. 60 nömrəli şifahi test tapşırığına baxaq. Sxemə əsasən 22 dekabr tarixində hansı məntəqələrdə gündüzün uzunluğunun 12 saatdan daha çox olduğunu müəyyən edin. 22 dekabrda günəş cənub yarımkürəsində, yəni cənub tropiki xətti üzərində 23.5 cənub enliyində zenitdə olur və həmin yarımkürədə ekvatordan cənub qütbünə doğru gündüzün uzunluğu artmağa davam edir. Ekvatorda 12 saat olur. 12 saatdan belə deyək də qütbə doğru dairəyə 24 saat və 6 aya qədər qütb gecələri, gündüzləri də aid olmaqla artmağa davam edir bir qayda olaraq. 12 saatdan daha çox deyirsə, biz ekvatoru götürə bilmərik. Çünki ekvatorda 12 saata bərabərdir. D və Y məntəqələrini götürə bilərik. D və Y-də gündüzün uzunluğu 12 saatdan çox olacaq. Doğru cavab A bəndi.